Danışma bizə çox çətindir. Başınız sağ olsun. Hər bayram təbrik edən deyirdi ki, səhhətim çox yaxşılaşıb, oğlum narahat olmayın. İstanbuldan qayıdıb sizə ekskluziv bir müsahibə verəcəm, amma nə edə bilərik? Allah rəhmət eləsin. Başınız sağ olsun. Sağ olun, çok sağ olun. Sağ olun, sizi gelmişsiniz, vaxt ayırmışsınız. Değerli vaxt, Allah razı olsun. Valla deyilecek elə bir sözümüz yoxdur. Sözün bittiği yerdir. Kaş sağ olaydı. Yani diyecek sözümüz çok olardı. Ama ne yazık ki ömür vefa vermedi. Biz en son danışan demişdi ki, səhhətim yaşlığa doğru gedir. Ya bu proses artık neçə aydır o müalicə alırdı. Ona göre yani bu müalicənin arada dəyişikliklər olurdu tabii ki. Ama artık son nəticədə bədən yoruldu. Bədən bütün enerji resursları hamısı tükendi. Ona göre təslim oldu. Vallahi onu mən heç görə bilmədim. Son nəfəsində görə bilmədim. Mən Bakıdaydım. Bizim planımız, niyetimiz başka idi. Başka şeyler planlaştırmıştık. Təəssüflər olsun ki, qismət olmadı.